Əgər 80-90-cı illərdə doğulmusunuzsa, bu videoda özünüzü görəcəksiniz. 80-90-cı illərdə doğulanlar iki dünyanın arasında qalan bir nəsil oldular. Nə köhnə sistemin sabitliyindən tam faydalana bildilər, nə də yeni dünyanın imkanlarına hazır şəkildə daxil oldular. Uşaqlıqda onlara ağlama, özünü ələ al, böyüyə cavab qaytarma dedilər. Hisslərini ifadə etmək əvəzinə gizlətməyi öyrətdilər. Gənclik illərində iqtisadi çətinliklər, müharibələr və sürətli sosial dəyişikliklər yaşadılar. Sonra isə dünya bir anda rəqəmsallaşdı. Kasetin lentini qələmlə geri fırladan nəsil süni intellektdən istifadə etmək məcburiyyətində qaldı. Onlardan daim uyğunlaşmaq gözlənildi. Həm susmalı, həm güclü görünməli, həm də problemlərini tək başına həll etməli idilər. Heç kim onlardan sən nə istəyirsən deyə soruşmurdu. Nə yeyəcəkləri, nə geyinəcəkləri, hara gedəcəkləri, hansı peşəni seçəcəkləri, hətta kiminlə ailə quracaqları belə çox vaxt öz qərarları olmurdu. Bəlkə də elə buna görə də bu nəsildə emosional yorğunluq, özünü günahlandırma və mükəmməliyyətçilik bu qədər geniş yayılıb. Amma hekayə bununla bitmədi. Ən maraqlı dövr onların valideyn olduğu vaxt başladı.